Yaxşı uşaqlar, deməli 16 nömrəli sınaqla davam eləyişimizi. Yenə də anlaşılmayan, qaranlıq qalan, problemli sualları deyin, çəkinməyin. Mərkəzi O1 və O2 olan nöqtələrdə və C nöqtəsindən xaricdən toxunurlar. AB parçası çevrələr üçün ortaq toxunan olub, uzunluğu 12-dir. Və O1 çevrəsinin uzunluğu 18 pi-dir. Uşaqlar, çevrənin uzunluğu 2 pi yerindən hesablanır. 2 pi yer 18 pi-dirsə, pilər getdi, R elədi 9. Ortaq toxunanın uzunluğu üçün konkret sizə tez düstur verim. Düstur budur. 2 kökün altında erir. Vəssalam. Ortaq toxunanın uzunluğunu 12 veriblər. 2 vurulsun kökün altında 9 vurur. 9-dan 3 çıxacaq çölə. 12 bərabər olacaq 6 kökdə r. Kökdə r eləyəcək 2, r eləyəcək kvadrat yüksədicisi 4. Yenidən çevrənin uzunluğunu soruşur. Çevrənin uzunluğu 2 pi yerdir. R-in yerinə 4 qoysaz 8 pi. Ortaq toxunanın uzunluğunda dedik. A və B. Yenə də etiraz edə bilərsiniz. Düsturu isbat edə bilərəm. Müəllim, düstursuz bunu necə həll eləmək olar başqa yolla? Düstursuz həll edək. Götürdüyü birinci Hə, yenə çevrənin uzunluğunu tapdıq. Bu 2 pi r-dir. Deməli 2 pi r-dir. R-i tapdıq 9. Bunun bir radiusu 9-dur. Buradan bura radius çəksək bu 9 eləsidir. Buradan bura radius çəksək bilmirik nə qədər eləsidir. AB-ni veriblər 12. Bu mərkəzlər arası məsafə 9 üstəgəl r-dir. Buradan bir dənə hündürlüyü çəkib bir düzbucaqlı yaratmaq olar burada. Onda bu tərəf r olar, yuxarıya qalan bu balaca yerə 9 çıxır olar. Ümumi 9-dur. AB 12 olduğundan bu yuxarıda 12 olar. Onda girərik Pifagor terminə. 9 çıx r-in kvadratı üstəgəl 12-nin kvadratı bərabərdir 9 plus r-in kvadratı. Bu eləyir 81 çıx 18 r üstəgəl r kvadrat üstəgəl 144 bərabərdir 81 üstəgəl 18 r üstəgəl r kvadrat. R kvadratlar getdi, 81-lər getdi. 18 r buraxdıq, 36 r bərabərdir 144-ə. R də bərabərdir 4-ə. 144-ü 36-ya böldük 4. Sonra çevrənin uzunluğu 18 pi. Aydındırmı? bəli müəllim, sağ ol. Aha. Keçdik. Bir-birindən fərqli sadə ədədlər verilir. Hamısı sadədir və bir-birindən fərqlidir. Ümumiyyətlə uşaqlar sadə ədədlərdirsə, deməli ortaq vurğu çıxarda bilərik sadəcə. A kvadratdan A kubundan A kvadrat çıxacaq. B üstü 5 ilə B kvadratdan B kvadrat çıxacaq. Əbobun gözü toxdur. Hər ikisində olanın azını götürür. Bu bərabərdir 196-ya. Kvadratlar 196-dırsa, deməli özləri 14-dür. A vur B 14-dürsə, deməli bunun biri 2-dir, biri 7-dir. Əkobun gözü acdır, hər şeyin çoxunu götürür. A-nın kubun, bir də B-nin kubunu götürəcək. Bu da olacaq A vur B-nin kubu. A-nı B-yə vuranda 14, 14-ün kubu. 14-ü 3 dəfə öz-üzünə vurmaq lazımdır. 14 vur 14 196. Bir dənə də 14-ə vuranda axırı 4 ilə qutaracaq. Vəssalam. Da heç baxmadım neçə eləyir. Sadəcə 196-nı 14-ə vuranda axırı 4 ilə qutarmalıdır. O da yeganə cavab odur. Keçdik ABCD-də ACD 75 dərəcədir. AC 16-dır. Düzbucaqlının sahəsini tap. Uşaqlar, mən buradan bir hündürlük çəkəcəm. Və həmin hündürlük olacaq 4. AC-nin 4-ündən biri olacaq. Or olacaq 4. Sahə də düzbucağının hündürlüyü vur. Diagonalda 16-nı 4-ə vurduq. 64. İndi çox güman ki, əksəriyyət bu düsturu bilmirdi ki, düzbucaqlı üçbucaqda bucaqlardan biri 75-dirsə, ona çəkilən hündürlük hipotenuzdan 4 dəfə balacadır. Bilmirdiniz də, yoxsa bilən var idi bunu? Evet. Bilirdin, çox gözəl. İsbatın bəs bilirdin? O da 75'i ilə parçalayır ki 15-60'a ayrılsın. Buradan gelir. Deyək ki, 15-in 60-a parçaladıq. Hə. Aha. Onda o da 30-60-90 alınır. Alındı. Hə, buyur. Ya da yok, belə bir şey diyeyim. AD'ye tutaq ki bir A yazın. A deyək, buna B deyək.
Buradan 75'i yazdım. Bir dəfə bizim üçün sinüs 75 bərabər olur. Deməli, buranı da tutaq ki, diaqonaldır da. Bizdə B bölünsün D olur. Bir dəfə də kosinüs 75 olur. A bölünsün D. Burada bir ki S A vur B'dir. Buradan A ilə B'ni tapsaq olur. D'nin kvadratı vurulsun. 2'də biz sinüs 150. Sinüs 150 sinüs 30 deməkdir. E, Sinüs 30'da da 2'də 1 alır. S bərabərdir AB, o da bərabərdir D kvadratı bölünsün 4 olur. Hı hı. Bəs hündürlüyü Yəni niyə 4'də 4'te 1 oldu? e, hündürlük. Aydındır, aydındır, aydın. Düz yazmısan hamısını ama biz bir dənə bu fakta baxaq. Bir dənə gəldi imtahana düşdü, xüsusilə birinci qruplara bir yapısı olmasın. Bərabər yanlış bucaq əmələ gəlirdi ondan gəlir. Harda bərabər yanlış bu zamana gəlir. Bura 90 çəkmişik. Bura 15'dir. Biz buradan median çəkəsi olsaq, nə baş verəcək? Bura olacaq 15 dərəcə. Median hipotenuzun yarısıdır. Bura xarici bucaq olacaq. Xarici bucaq olacaq 30 dərəcə. Özünə qonşu olmayan iki daxili bucağın cəmi. 30 dərəcəlik bucaq qarşısında yanan katet hipotenuzun yarısıdır. Yəni medianın yarısıdır. Hündürlük medianın yarısıdır. Median da hipotenuzun yarısıdır. Onda burada S bölü 4 olur. 75 dərəcədə gözəl bir xüsusiyyət var. Ki hündürlük hipotenuzun dördündən biridir. İsbatını da verdik. Sahədə diagonal vur hündürlüyüdür. 64. Qaydanı bilən saniyəyə çıxardacaq məsələni. Keçdik növbətiyə. Bunlar da qiymətlər necə gəldi, düzüb gedirlər deyəsən. L1 və L2 düz xətləri qarşılıqlı perpendikulardır. A nöqtəsinin koordinatlarını tap. Hə, çox gözəl. Birinci nöqtənin birinci nöqtə üçün bura B nöqtəsidir, bura A nöqtəsidir. Bu mənim nəyimə lazımdır? Bucaq əmsalını tapa bilirəm. Bucaq əmsalı mənfi B bölü A-dır. Yəni olur mənfi 3 böl mənfi 4. 4'də 3. Ya bizim xəttimdə o L1 xəttimdə L1 KX plus B xəttidir. K'nın yerinə 4'də 3 qoyuram. Olur 4'də 3 X üstəgəl B'nin yerində də 3. Bu birincisi. 4'də 3 X üstəgəl 3. L2 ilə L1 perpendikulardır. Perpendikularlıq şərti var. K1 vur K2 mənfi 1 eləməli. 4'də 3 vur K2 mənfi 1'dir. K2 bərabərdir mənfi 3'də 4. K2'ni tapdıq. Bu da bunun B'sidir. Y kəsərgir. Onda ikinci düz xətt üçün, yəni KX plus B'də K'nın yerinə mənfi 3'də 4 X, B'nin yerinə də 5 yazırıq. İki dənə bizim funksiyamız var. Biri mənfi 3'də 4 X üstəgəl 5'dir. O birisi 4'də 3 X üstəgəl 3'dür. A nöqtəsi də bunların kəsişdiyi yerdir. Kəsişiblərsə bunlar bir-birinə bərabərdirlər. 4'də 3 X üstəgəl 3 bərabərdir mənfi 3'də 4 X üstəgəl 5. Bunu bura ataq, 3'ü də bura ataq. 4'də 3 X üstəgəl 4 bölü 3 X bərabərdir 5'dən 3'ü çıxdıq 2. Ortaq məxrəc 12. Bu buna vuruldu 3, bu buna vuruldu 4. 9 üstəgəl 16, 25. X də buradan bərabərdir 25'də 24. Da Y-i tapmıram, çünki 25'də 24 bir dənədir. Yerinə qoyub Y-i tapmaq lazım. Növbəti. Bax, belə bir cəm veriblər bizə. Deyiblər, bu cəmi tap. Diqqətli tələbə görər ki, bu S8 çıx S3'dür. Yəni 8 dənəsindən 3'ün çıxıblar, qalıb 4'dən sonrakılar. S8'i tapsaq 3 vur 8'in kvadratı üstəgəl 5 vur 8 64 192 o da 40 192'nin üstə 40 gəldik. Elədi deməli 232 S3 3 vur 3'ün kvadratı üstəgəl 5 vur 3 bu 27 üstəgəl 15 bu elədi bizdə deməli 32 42 12 o da 42 elədi səhv etmirəmsə. Hə, bunlar da bir-birindən çıxdıq 190. Qutardı getdi. Əgər aydındırsa. Keçək növbətiyə. Və yaxud da ki, belə dedim övladı da. A4-dən A8, 2 dənə A6 verir. A5-dən də A7, 2 dənə A6.
Ümumilikdə bu cəm 5 dənə A6-ya bərabər olur. 6-nı da tapa bilərik Təhlükəli hesabı. gediş edirsən Nihat. Təhlükəli gediş edirsən. Niyə? Çünki Heç bir yerdə verilməyib ki, ayın arzlığı ədədi silsilədir. Ədədi silsilə olduğu verilməyib. Belə bir söz işləməyib. o Sadəcə zaman bizim düz gəlir. ona görə ki, ədədi silsilənin ilk n həddinin cəmi düsturu ilə 3n kvadrat üstəgəl 5n uyğunluğu var. Burada n kub olaydı, artıq misal getmişdi. Hə, O, başa. o ədədi silsilənin düsturu ilə düz gəliblər. Yəni kim məsələni quraşdırıbsa ədədi silsilənin üzərindən qurub, ona görə düz gəlir. Yoxsa məsələn mən olsam orada n kub qoymuşam. Şeylə o ilə də söhbət bağlı. Ya n kub qoymazdım, tutaq ki, qoyardım 2 üstü n. Yenə də dəyişdi. Yəni bir daha təkrarlayıram. Ədədi silsilənin ilk n həddinin cəmi düsturu paraboladır. Ax kvadrat elə bil an kvadrat üstəgəl bn şəklindədir. Bəxtimizdən də bu ədədi silsilənin düsturu verilib burada. Amma başqa düsturda verilə bilərdi. Keçdik. Alfa üstəgəl alfa və beta iti bucaqlarda onların cəmi 90-dır. Aha. Sinus 3 alfa üstəgəl 4 beta. Ümumiyyətlə 3 alfa üstəgəl 4 beta deyəndə biz nəyi nəzərdə tuta bilərik? Yəni belə bir şey də işləyə bilərik də. 3 alfa üstəgəl 3 beta üstəgəl bir də beta. Əgər alfa üstəgəl beta 90-dırsa, 3 alfa üstəgəl beta 270. Yəni buradan belə çıxır ki, bu sinus 3 alfa üstəgəl beta sinus 270 üstəgəl beta. Bu bərabərdir mənfi 0.6-ya. 270 üstəgəl düşür 4-cü rübə. 4-cü rübdə sinusun işarəsi mənfidir, ad da dəyişir. Olur mənfi kosinus beta bərabərdir mənfi 0.6-ya. Mənfilər gedir, kosinus beta bərabərdir 0.6-ya. Yaxşı. Kosinus betanı bildik. Amma alfa da beta da iti bucaqdır. Aydındır ki, kosinus beta 0.6-dırsa mənə sinus da lazım olacaq. İndidən artıq hiss edirəm ki, lazım olacaq. Çünki tangens verilib. Sinus beta da sinus kvadratı ilə kosinusun kvadratları eyni bucaqda 1 verməlidir. Biri 0.6-dırsa, biri 0.8-dir. Ki kvadratları 1 versin. Yaxşı, deyək ki, bunları bildik. Biri 0.6-dır, biri 0.8. İndi bizə nə lazımdır? Tangens 2 alfa üstəgəl 3 beta. Bunun da yerinə 2 alfa üstəgəl 2 beta üstəgəl bir də beta yazmaq olar. Tangenslə. 2 alfa üstəgəl 2 beta verəcək 180. Çünki pi bölü 2 90 idi. Alfa vurdum 2-yə 180. Tangens 180 üstəgəl beta 3-cü rübə düşür. 3-cü rübdə tangensin işarəsi müsbətdir. Ad da dəyişmir. Olur tangens beta. Tangens beta da sinus beta bölü kosinus betadır. O da 0.8 bölü 0.6 ixtisar gedəcək 8 bölü 6 4 bölü 3. Yenə də trigonometriyədən başa çıxmalıdır ki, adamın tez işləyə bilsin. Növbəti misal, yenə də oyuncaq məsələyə oxşuyur, amma neynəyək? Burada nə olacaq uşaqlar? 4-cü dərəcədən x üstəgəl 4-cü dərəcədən kökdə 2 vur, bu qalxdı yuxarı. 4-cü dərəcədən x çıx 4-cü dərəcədən kökdə 2 böl məxrəcdə nə olacaq? Kökdə x çıx kökdə 2 bir də x üstəgəl kökdə 2. Baba bu yuxarı hissə müxtəsər vurma düsturu verir. A kvadrat çıx B kvadrat. Yəni 4-cü dərəcədən x-in kvadratı çıx 4-cü dərəcədən 2-nin kvadratı. 2 də bu 4-ləri aparacaq, ixtisar gedəcək. Qalacaq kökdə x çıx kökdə 2. Aşağıda da kökdə x çıx kökdə 2 var, yuxarıda da var. Qalacaq 1 bölünsün x plus kökdə 2. Bax bu kökdə 2 muratsan, x plus kökdə 2 0.4-dür. Deməli x plus kökdə 2-nin yerinə 0.4 qoyacaqsan. 1-i 0.4-ə böləcəksən 2.5. B bəndi. Yenə deyirəm lan uşaqlar, suallardan qorxmayın. Çətin deyil. Çətin olsaydı mən də ilişərdim. Mən də bu testlərin üzünü açmamışam. Birinci dəfə də görürəm. Ancaq görürsünüzsə yazmaq olur da. A-nın hansı ən kiçik müsbət qiymətində bu bərabərlik doğru olar? Hə, nə edəcəyik? Birinci bunu bu tərəfə atacağıq. Bunu bu tərəfə ataq. Olsun A-dan 2 pi bölü 3 kosinus 5x kosinus 2x çıx 2 pi bölü 3-dən A sinus 5x
sinus 2x dx, burada dx'imiz var idi, bərabərdir mənfi 3'də 1. İndi ardınca nə edir? Bu 2 pi bölü 3'dən a'nın yerini dəyişib, bu çıxı plus eləyirik. Olur a'dan 2 pi bölü 3'ə kosinus 5x, kosinus 2x üstə gəl a'dan 2 pi bölü 3'ə sinus 5x, sinus 2x dx bərabərdir mənfi 3'də 1. Bu nə verəcək mənə? E, Kosinus alfa çıx betanın üstünü verəcək də kos üstə gəl sinsin. Yuxarıdan yazıram. A'dan 2 pi bölü 3'ə kosinus 3x. Bunu da integralını tapası olsam, kosinusun integralı sinus 3x'tir. Böl bir də bu 3x'in törəməsi 3. A'dan 2 pi bölü 3'ə. Aparıb yerinə bir dəfə 2 pi bölü 3'ü, bir dəfə a'nı qoyacağıq. Olacaq sinus 2 pi bölü 3'ü qoysaq, 3'ə vursaq 2 pi bölü 3. Çıx sinus 3a bölü 3 bərabər olmalıdır mənfi 3'də 1. Qeyd eləyim ki, sinus 2 pi də 0 alır, bu gedir. Bunun da mənfisi var, bunun da mənfisi var. Mənfilər də gedir. 3'lər də gedir. Qalır sinus 3a bərabərdir 1. Ən kiçik müsbət qiymət sinus 1'i alır pi bölü 2'də ən aşağı. A da olur pi bölü 2'ni bölünən 3'ə pi bölü 6. Pi bölü 6. Niyə də maraqlı misaldır, amma hər şey təcrübədən irəli gəlir. Nə qədər çox məşğul olursunuzsa, bir o qədər irəli gedə bilərsiniz. Deməli, amil 5'i də istəyib. Amil 5'i bir də izah edirəm. Bax, bu sırada 4'dən 8'ə ədədlərin cəmi var. Bu o deməkdir ki, ilk 8 həddən 3 dənəsini çıxartmışam ki, yerdə qalan qalıb. S8 deyəndə bunun yerinə 8 qoyuram. 3 vur 8'in kvadratı üstə gəl 5 vur 8'in. Bunu kim hesablayacaqdır? 232 eləyəcək. Sonra da S3'ü hesablayıram. 3 vur 3'ün kvadratı üstə gəl 5 vur 3. Bu da 27 üstə gəl 15. Bu da 42 elədi. Sonra bunları bir-birindən çıxıram. Vəssalam. Çətin bir şey yox idi burada. 190. Ondan çətin idi aşağı düşülür. Çox sağ Keçdi. olun. Buyur. Bu 8 keçdi 9'a. Müəllim, inteqralın sərhədləri dəyişir, onun işarəsi də dəyişir də. Bəli, bəli. Sərhədlərin yerini dəyişəndə işarəni dəyişdirirsən. Bütün ədəd oxunda təyin olunan fx funksiyası üçün fx çıx 3f mənfi x 12 isə fx hesabla. Yaxşı. Deməli, əziz tələbələr, bütün ədəd oxunda təyin olunan bir funksiya var. Sual maraqlıdır, ümid edirəm ki, yazan olub aramızda. Bunu belə də yaza bilərik də. Bütün ədəd oxunda təyin olunubsa, mən götürüb x olan yerə mənfi x yazsam, mənfi x olan yerə də artıq elə bir x-in yerinə mənfi x qoydumsa, burada da olacaq 3 fx. Cavabsa dəyişməyəcək. 12. Yəni, bütün ədəd oxunda təyin olunmaq o deməkdir ki, x-in yerinə nə qoyursan qoy, bu ədəd düz gəlməlidir. Mən də x-in yerinə mənfi x qoydum. Onsuz da düz gəlməlidir də. Yenə də 12 eləməlidir. Aha, indi məndən fx-i soruşublar deyənə. Mən mənfi fx-ləri yığışdırmaq üçün aşağını vurum mənfi 3'ə, müsbət 3'ə. Yuxarıda qalacaq fx çıx 3f mənfi x bərabərdir 12'yə. Aşağını 3'ə vuranda 3f mənfi x çıx 9 dənə fx bərabərdir 36'ya. Alt-alta toplayası olsam bunlar bir-birini aparasıdır. Qalacaq mənfi 8 fx bərabərdir 48'ə. Fx də bərabərdir 48'i bölürəm mənfi 8'ə mənfi 6. Var idi yazan bunu. Evet. Belə yazmışdın. Yox. Necə yazmışdın? Düşündüm ki, bir dəfə tək funksiya kimi gördüm, bir də üç funksiya kimi. Tək eləyəndə 3 alındı, üç eləyəndə mənfi 6, eləyəndə mənfi 6.
Yenə də təhlükəli gedişlər eləyirsən. Yəni, bir də ki, siz məsələn dediniz ki, burada bu bu tane də dokunda təyin olunubsa, bu sabit funksiyadır. Nəyə Sabit deyil, əsasən yəni deyir? sabit demədik. Bütün ədəd daxilində təyin olunubsa, x-in yerinə nə verirsən ver, bu bərabərlik doğru olmalıdır. Sabit funksiya sonradan çıxdı ki, həqiqətən sabitmiş. Ümumiyyətlə, sabit olduğu cavabdan da bilinir. Fx-i deyir hesabla, cavabları da sabit qoyub. Deməli, bu funksiya sabit funksiya. Heç. Ona əsaslanıb, belə birbaşa da yazmaq olardı ki, fx çıxılsın 3 dənə fx 12-dir. 2 mənfi fx 12-dir, fx mənfi 6-dır. Belə də yanaşmaq olardı. Yəni, əgər cavablar varsa, amma cavab yoxdursa, mən birinci üsulum idi. Düzgün piramidanın oturacağının sahəsi, yan səthinin sahəsinin uşaqlar, düzgün piramidaya oturacağı düzgün fiqur olandır. Və deyir ki, oturacağın sahəsi deməli, oturacağın sahəsi yan səthin sahəsinin 80%-dir. S-yan vur 80 bölü 100-dür. Yəni 5-də 4-dür. Piramidanın oturacağındakı 200'lü bucaq. Piramidanın oturacağındakı 200'lü bucaq. Kosinus alfa. Elə S-ot böl S-yan və salam. S-otun da yerində yanıb S-yan vurur 0.8 böl S-yan. Bunlar ixtisar gedir, qalır 0.8. Kosinus alfa 0.8'dir. Alfa art kosinus 0.8'dir. Deyərsə, mənim axı art kosinus 0.8 yoxdur. Olmasa da olar. Kosinus alfa 0.8'dirsə, sinus alfa 0.6'dır. Çünki kvadratları cəmi 1 eləməlidir. Oradan da alfa bərabərdir. Arc sinus 0.6. A bəndi. Bir daha deyirəm. 200'lü bucağın kosinusu düzgün piramidada oturacağın sahəsi böl S-yandır. Ümid edək ki, yadda qalacaq. Etiraz eləyə bilərsin yine də. Burada qoşmadan söhbət gedir. Yaxşı, yavaş-yavaş işləyək. 3 vurulsun x üstəgəl y, i. Üstəgəl 4 vurulsun x çıx y, i. Bərabərdir. İndi bu tərəfi də 3 üstəgəl i-ni vuraq 1 üstəgəl 3-ni vuraq 3 üstəgəl i-yə. Sürətini də, məxrəcini də. Bunun da səbəbi var. İndi nə alınacaq? Alınacaq 3x üstəgəl 3y-i üstəgəl 4x çıx 4y-i bərabərdir 3 çıx i 3 üstəgəl i 9 çıx i kvadrat. Yəni 10. Yuxarıda da 1'i 3'ə vururam 3. 1'i i'yə vururam i. 3'ini i'yə vururam 9i. 3'ini i'yə vururam 3i kvadrat. Aha. Burada alınır 7x çıx y-i bərabərdir. Yuxarıdan alınır 3i kvadrat. Deməli 3'ü aparacaq. I kvadrat mənfi 1 qalır. 10i böl i elədi i. Onda belə çıxır ki, mənfi y i-yə bərabərdir. Mənfi y i-yə bərabərdir. Buradan da y bərabərdir mənfi 1'ə. Bizdən də elə imz-i soruşur. İmz nə idi? Xəyali hissə. Xəyali hissə hara idi? I-nin qarşısı. Biz də z-i x plus y i götürdük. I-nin qarşısı elə y-dir. Yəni y lazım idi bizə. Mənfi 1. Bu da kompleks ədəd. Yəni kompleks ədəddən də məsələ standartdır. N-ə gedirsə uşaqlar ən sürətlə artan dəyişənə bölürük. Yəni N-ə bölürük. Düzdür, cavab şifahi görünür, amma indi yavaş-yavaş yazaq da. N kökün altına keçəndə 3-cü dərəcədə kuba yüksəlir, keçir. 64 n kub böl n kub. 64 n kub böl n kub. Çıx 27 n böl n kub. Bir də 125 böl n kub. Amma adi çöldə n-dir. N-ə bölmüşük. Sürəti də, məxrəci də. Hansıların ki, məxrəcində n qalır, bunların limiti 0-a gedəsidir. Qalacaq 3-cü dərəcədən 64 böl adi 8. 3-cü dərəcədən 64-dən 4 çıxacaq. Böləcəm 8-ə. 2-də 1. Ümid edək ki, aydındır. Keçdik. İndi görək, çətin bir sual gəlsəydi, biz fikirləşərdik biraz.
DAB 15 dərəcədir. DAB. DAB. Bura 15 dərəcədir. Aha. AD. AD. 6 kökdə 6'dır. Düz bucaq təpəsindən hipotenuza çəkilən medianın uzunluğunu tapın. ASB də bərabər. Bu bərabər yanlı üç bucaqçı uşaqlar buranı da bildik. Bura 45 dərəcədir. Bura 45-dirsə 45 ilə 15 elədi 60, bura elədi 20. AB tərəfini bilmirəm. Qoy olsun AB tərəfi x. Girək sinuslar tereminə. X-in sinus 120-yə nisbəti 6 kökdə 6'nın sinus 45'ə nisbətidir. Uşaqlar sinus 120'də qonşusu olan 60'dakini alır. Sinus 60'da da kökdə 3 bölü 2 alır. Sinus 45'də alır. Kökdə 2 bölü 2. 2'lər hər ikisində var getdi. Qaldı x bölü kökdə 3 bərabərdir. 6 kökdə 2'ni kökdə 2'yə böləndə elədi 6 kökdə 3. Kökdə 3'ü də bura atsam 6 vur kökdə 3 vur kökdə 3 eləyəcək 18. X 18'dir. Bizdə də hipotenuza çəkilən medianı istəyir. Median da hipotenuzun yarısıdır 9. Yaxşı. Yəni düşünün. AY ilə BD perpendikulardır. AY 12'dir. Bir daha deyirəm, əlinizdən gələni eləyin. 400 bal yığan tələbə məndən 400 manat mükafat götürəcək. Bir də qeyd edeyim bunu. Videoda düşsün. Gələcək özüm təqdim edəcəm. AY BD'yə perpendikulardır. AY 12'dir. BY 4'tür. AC diagonalını istəyir. Bu düzbucaqlı uşaqlar AC diagonalının yerinə BD diagonalını da tapa bilərsən. Heç bir problem yoxdur. Burada da Evklid teoremi var. 4 vur x. Evklid teoremi budur ki, hündürlüyün kvadratı ayrılan hissələrin hasilidir. 4x 144'dür. X 36'dır. Bura 36'dırsa ümumi 40'dır. Yani BD 40'sa AC də 40'dır. Düzbucağlının diagonalları bir-birinə bərabərdir. Yaxşı, keçək növbətiyə. Aha, bircə saniyə keçək növbətiyə deyəndə ki, onun zərərətqəsi qutarır bircə saniyə. Bircə saniyə. Yaxşı. Nə gözəl. Sən zərərətqəsini gətirməmiş. Ümid eləyək ki, çəkəcək uşaqlar bu bizdə. Neçə faizi qalıb? Çəkməlidir. Ümid eləyək işləyəcək. Birə sönsə narahat olur. Yaxşı. Uşaqlar, bu bərabərsliyi həll eləmiş. Ya, bu qiymətlər x1 mənfi 2'dir. x2 8'dir. Bu tənliyin kökləridir. Bunları bir-birinə vuranda mənfi 16 eləyib. Toplayanda müsbət 6 eləyir. Əks işarə ilə götürür. Bura çıx 6 yazılır. Yəni m-in yerində 6 durur. Qutardı getdi. Yəni adi Viet terimi tətbiq elədik. Növbəti. A parametrinin hansı qiymətində bu tənliyin köklərindən biri budur. Uşaqlar, biz tənliyin köklərini tapmağa çalışanda bu x kvadrat çıx ax üstəgəl 1'dir. Görürəm ki, tənliyi köklərini bir-birinə vuranda 1 eləyib. 1 eləyiblərsə bunlar bir-biri ilə qarşılıqlı tərs olub. Yəni biri 2 çıx kökdə 3 olubsa, o birisi 2 üstəgəl kökdə 3 olub. Vuranda bunları bir-birinə 4 çıx 3 1 eləyəcək. Toplayanda müsbət 4 eləyir. Biz də bilirik ki, Viet teriminə görə əks işarə ilə götürülməlidir toplamanın cəmi. Yəni A-nın yerində burada adicə 4 durmalı. Və salam. 2 dənə Viet teriminə aid misalı arda-arda salıb. Diagonalları 6 və 8 olan rombun müstəvisinə aid olmayan A nöqtəsindən onun müstəvisinə qədər məsafə 1'dir. A nöqtəsindən rombun tərəflərindən hansı bərabər məsafədə olarsa bu məsafəni tap. Uşaqlar, rombun tərəflərindən bərabər məsafə o deməkdir ki, həmin nöqtədən çəkilən hündürlük rombun daxilinə çəkilən çevrənin mərkəzinə düşür. Bu çəkdiyim xəttə radiusdur. Radiusu tapmaq üçün 2s bölü p düsturundan istifadə edirik. Rombun diagonalları 6 və 8'dirsə, rombun sahə düsturu 2'də 1 d1 vur d2'dir. Diagonalların hasili. Perimetrdə 4 vur a'dır. A'nı necə tapacağım? Bir diagonal 8 ise bu bölünür 4'ün 4'ə. O bir diagonal 6'dırsa bölünür 3'ün 3'ə.
4 3 bura olur 5. Baba bu hissə 5. Onda olur 4 vur 5. Perimetr 4 adır. Bu ikilər gedir. Məxrəcdə 24 vur 5 qalsın yaxşı. Sürətdə də 6 vur 8. Bunlar ixtisar getsə 12 bölü 5 2 onda 4. Bax, bu radius 2 onda 4. A nöqtəsindən müstəviyə qədər məsafə 1-dir. Tərəfə qədər olan məsafə bilmirəm x. Onda 1-in kvadratı üstəgəl 2 onda 4-ün kvadratı bərabərdir x-in kvadratı. 2 onda 4-ün kvadratı 5 76. Üstə 1 gəlirəm 6 76. 6 76 da 2 onda 6-nın kvadratıdır. Bəs olam. Bunu da tapdıq. Keçdik növbətiyə. Loqaritm 2 əsasdan x çıxır. Üstə gəl loqaritm 2 əsasdan x plus 5 bərabərdir 9-a deyir. Tənliyi həll edin. Uşaqlar, bu tənliyi həll etmək üçün mən ümumiyyətlə belə tənliyi düşəndə heç tapmıram. Mənfi 6 ola bilməz, avtomatik. Niyə ola bilməz? Loqaritmin içi mənfi olmur. Mənfi 6-lar qırıldı. İndi qalacaq bir dənə 4 ilə 6-nı yoxlamaq. 4-ü yerinə qoysaq, 4-ü yerinə qoysaq, 4 çıx 3 eləyəcək 1. 2-dən 1 0-dır. Bu tərəfə də 4-ü qoyuruq. 2-dən 9. Burada da 2-dən 9. Burada da 2-dən 9. Düz gəlir, düz gəlir. 6-nı qoysaq düz gəlməyəcək. Tutardı getdi. Deməli cavab 4. 6-nı qoysaq 2-dən 3. 2-dən 11 eləyir. Onda 2-dən 33 eləyir. 2-dən 33-dən də 2-dən 9 bərabər deyil. Yəni bu tipli məsələləri heç həll eləməyə dəyməz. Cavab varsa qoy yerinə yoxla. Növbəti. F' 9-dursa A-nı tap. Nisbətin törəməsidir. Tapaq. Nisbətin törəməsi necə tapılır? Sürətin törəməsi. 3AX-ın törəməsi. Vur məxrəc. Çıx. Sürət vurulsun. Məxrəcin törəməsi. Böl məxrəcin kvadratı. Məxrəcin kvadratı ilə işim yoxdur. 3AX-ın törəməsi 3A-dır. 3A-nı vururuq x kvadratına. 3AX kvadrat. Üstə gəl 9A. Çıx. X kvadrat üstə gəl 3-ün törəməsi 2x-dir. 3AX-a vursaq 6AX kvadrat. 3AX kvadratdan 6AX kvadratdan qalacaq 9A çıxılsın. 9A çıxılsın 3AX kvadrat. Böl x kvadrat üstə gəl 3-ün kvadratı. Belə bir ifadə. İndi F' 1 9-dur. Yəni 1 yazsaq cavab 9 eləyəsidir. Götürək x-in yerinə 1 yazaq. Onda olur 9 çıx 3A böl 4-ün kvadratı bərabər eləməlidir 9. Bu 4-ün kvadratını bura ataq. 6A bərabər olacaq. 16 vur 9. 16-nı 9-a vurduq 144 elədi. A da bərabər oldu. 144 böl 6. 24. 4. Deyirsən 24. Hə. De bəli. Elə bir hesab sürətimiz yoxdur. Ümid edirəm nəsə aydındır uşaqlar. Yenə sual verə bilərsiniz. Çəkinməyin. Ya da yekunlaşdıraq sonra verin. O da olar. Hər ehtimala qarşı. Birdən çatmaz zərətqamız. Torbada 5-6 qara kürəcik var. Təsadüfi seçilən 3 kürəciyin ikisinin eyni rəngli olması. Mümkün hadisə sayı uşaqlar 11 dənədir. 11-dən 3-ü, 11-dən 3, 11 faktorial böl 3 faktorial vur 8 faktorial. Bu da eləyəcək deməli 11 vur 9 vur 10 vur 9 vur 8 böl 3 2 1 bir də 8. Bunlar getdilər. Bu ilə bu getdi 3, bu ilə bu getdi 5, 165 elədi səhv etmirəmsə. Bu 165 mümkün variantdır. Amma 3 kürəcikdən ikisi eyni rəngdə olsun. Burada 2 dənə variantdır. İkisi ağ, yəni 5-dən 2, biri qara, 6-dan 1 və ya deyiriksə üstə gəl, və ya üstə gəl, biri ağ, ikisi qara. Deyir, ikisi eyni rəngli olması. Yəni, bu deməkdir. 5-dən 2-ni hesablasaq, bu deməli 5 faktorial 10 eləyəsidir. 6-dan 1 6, 5-dən 1 5, 6-dan 2 də 15 eləyəsidir desən. Onda 60 üstə gəl 75. Bu da eləyəcək 135. Oldu 165-də 131. Nə çox elədi bu. Bu da 15-ə ixtisar getsə 11-də 9. Deməli. Müəllim, zəhmət olmasa bir izah edə bilərsiniz? Bir də izah edə bilərəm.
Deməli, biz deyir ki, 3 dənə kürəcik götürəcəyik. Neçə kürəcikdən üçün götürəcəyik? 11-dən. 11-dən. Onda oldu kombinizon 11-dən 3. Bunu da hesabladıq 165. Daha hesablamıram. Ümid edirəm bildim bunu. Necə hesablayırlar. Hə. Amma sonra deyir ki, ikisi eyni rəngdə olsun. İkisi eyni rəngdə olmaq nə deməkdir? İkisi ağ, biri qara. Və ya biri ağ, ikisi qara. Razımı bu gedişlə? Ha, başa düşdüm müəllim. Çox sağ ol. Aha, buyur. Yekun cavabda 11-də 9. Yaxşı. Yavaş-yavaş sayımız azalır. Niyə bilmirəm. X natural ədəd A və B boş olmayan bir-birindən fərqli çoxluqlardır. Və A birləşir B-nin ən kiçik qiyməti. Deməli, uşaqlar, X natural ədəddir. Bunu bilirik. A birləşir B ilə bunların hamısının toplanmasıdır. Niyə? Gəlin göstərək də. Məsələn də, ortada bizdə 5 var. A çıx B 4x çıx 9-dur. B çıxada 3x plus 1-dir. Aydındır ki, X-in bunları cəmləmək lazımdır. X-in də ən aşağı qiyməti 3-dür. 2 ola bilməz. Çünki 4 vur 2 çıx 9 mənfi 1 eləyər. Çoxluğun mənfi 1 elementi ola bilməz. X-in ən aşağı qiyməti 3-dür. Onda 4 vur 3 12 çıx 9 elədi 3. 3 vur 3 üstə gəl 1 10. Deməli 3 üstə gəl 5 üstə gəl 10 18. Ən aşağı qiymət 18-dir. Vəssalam. Keçdik növbətiyə. Bunun dərəcəsi 4-dür. Gəlin 4-cü dərəcəyə qaldıraq bunu. Kökdə 2-də 1-in kvadratı 2-də 1 eləyir. Bir də kvadratı 4-də 1 eləyir. 4-də 1 A üstü 8n B üstü m vur. Burada da 5'te 3 üstü 2m. 5'te 3 üstü 2m. Bir də B üstü 4m. Bir hədinin qüvvəti 32-dir. Qüvvət necə tapılır? Dəyişənlərin üstləri cəmi ilə. Yəni 8n üstə gəl uşaqlar, burada 4m olmasaydı 4m'i yazmamışam. 4m o da 4m. 2 dənə 4m 8m. Bu eləməli də 32. 8'ə bölsək m üstə gələn bərabərdir 4. Vəssalam, heç ağır bir şey də olmadı. M ilə n-in cəmi 4. Keçdik növbətiyə. Keçdik 23 uşaqlar. Deməli 23 nömrəli misalda bizdə cəmi 9 verib fərqi soruşur. Gəlin biz bunu bir kvadrat yüksəldək görək başımıza nə gəlir. Yoxsa kvadrat yüksəltməyək bizə saniyə. Yəni bir-birinə vuranda A plus B açıq B-nin Hə, bəli. Kvadrat yüksəlsəydi uzun gedəcəkdi. Bəlkə də heç çıxmayacaqdı. İndi baxmaq lazım. Bunun cavabını bilmirik uşaqlar. İndi yenə deyirəm, sualları birinci dəfədə görürəm, optimal üsulu görməyə də bilərəm. Cavabı deyək ki, Y-dir. Bunları alt-alta vursaq, 9 vur Y bərabərdir. A üstə gəl B, A çıx B verəcək A kvadrat çıx B kvadrat. Yəni, X üstə gəl 3 üstə gəl 6, bu birincinin kvadratı. Çıx X kub çıx 3. Buradan da 9Y bərabərdir. X kublar bir-birini aparacaq 9-a. Y də bərabərdir 1-ə. Vəssalam. Y-i tapdıq 1. Yəni, gördüyünüz kimi çətin bir şey deyil. Yenə də optimal üsulu görməmək olur. Dərhal, əgər mən görmürəmsə, dərhal deyirsiniz. A, B, Y. A, B, Y. Aha. Tənböləndi BK orada. K, D, F 55 dərəcədir. Bura 55-dirsə, onda burada 55-dir. Buradan paralelliyə görə burada 55-dir. Bura 55-dirsə, tənbölən olduğuna görə burada 55-dir. Bizə haran soruşur? B, A, S-ni. Nə gözəl. 55, 55, 55. Başqa nə verib bizə? A ilə B-nin paralelliyi verilib. Bir də bir bucağı da veriblər. A, S, F-i də veriblər. 130. İndi əslində karandaş məsələsidir. Görürəm mən məsələnin cavabını. Amma deyək ki, gözümüz çox çəp görür. Heç görə bilmirəm. Xətti uzadıram. Bura eləyir 50. Bura 110-dursa, bura eləyir 70. Mən buradan bir xət çəkəsəm, paralel xət. Z hərfi əmələ gəlir. Daxili çarpaz bucaqlarda. Burada 50-dir. Burada bir dənə də Z var. Bura 70-dir. O 50 ilə 70-in cəmi 120. Yəni yol çox idi. İndi birini seçdim. 120.
Keçdi 25-ə. K parametrinin neçə tam qiymətində bu funksiya bütün ədəd axında təyin olunur. Uşaqlar, bu funksiya bütün ədəd axında təyin olunursa, bu o deməkdir ki, bu ifadə həmişə müsbət qiymət alır. Bu da həmişə müsbət qiymət alırsa, deməli bunun diskriminantı mənfidir. Yəni parabolanın həmişə müsbət qiymət alması o deməkdir ki, bu x oxunun üzərindədir. Əgər də bu x oxunun üzərindədirsə, deməli diskriminant x-i kəsməyib də sıfırdan kiçik olmalı. Yəni k kvadrat çıx 4 vur 1 vur 9 kiçikdir sıfırdan. Onda bu 4 vur 1 vur 9 36 eləyir. Bu eləyir k çıx 6, k üstə gəl 6. Kiçikdir sıfırdan. Adi bərabərsizlikdir. K-nı 6 tapırıq. Mənfi 6 tapırıq. Ədəd oxunda qeyd edirik mənfi 6 altını. Hissələrə bölürük. Müsbət, mənfi, müsbət. Bizə nələr lazımdır? Mənfilər. Mənfi 6, 6. K-nın neçə tam qiymətində? Tam qiymətlərin sayını soruşur. Uşaqlar, mənfi 6-dan 6-ya can. Mənfi 5-dən başlamalıyıq. Sıfıra kimi 5 ədəddir. Sıfırın özü 1. Sıfırdan sonra da 5 ədəd var. Elir 11 dənə ədəd. 11 ədəd. Aydınca davam eləyək. 26 nömrəli misal. 26 nömrəli misal. Bizim də faizimiz neçə faizdəyik? Görə bilmədik. Hələ varımızdır. Çatacağıq. Deməli, sinus 3x çıx kosinus 3x sıfırdır. Sıfırdırsa çox gözəl. Biz onu kvadrata yüksəldək. Alaq sinus kvadratı 3x çıx bunların hasili. Ya da kvadrata niyə yüksəldirəm? Uzadıram. Rezistorə boş-boşuna uzatdım məsələni kvadrata yüksəltməklə. Kosinus 3x-i bu tərəfə ataq. Olsun sinus 3x bərabərdir kosinus 3x-a. Və ifadəni həmin o 3x-a bölək, kosinus 3x-a bölək. İfadəni kosinus 3x-a bölsək, alacağıq tangens 3x bərabərdir 1. Buradan da 3x bərabərdir tangens 1-i pi bölü 4 üstə gəl pi qadı alır. 3-ə də bölsək, pi bölü 4 45 dərəcədir. İnşallah dərəcəyə çevirək ki, daha rahat görək. 45-i 3-ə böləndə 15, 180-i 3-ə böləndə 60 qalır. Bizim axtardığımız aralıqda 0-dan 180-dir. Köklərin sayı cəmi olanda həmişə dərəcəyə çevirir. Bundan sonra k-ya qiymət versək, k-ya 0 versək, x olacaq 15. 15 0-dan 180-nin arasındadır, problem deyil. K-ya 1 versək, x eləyəcək 75. Burada da problem deyil. K-ya 2 versək, 120 o da 15, eləyəcək 135. Burada da problem yoxdur. Burada da problem yoxdur. K-ya artıq 3 versək, keçəcək 180-dir. Köklərin sayı 3-dəndir. Ümid eləyək ki, bu da çatdı. Keçdik növbətiyə. 27. Sahəsi S, perimetri B olan oxşar üçbucaqlarda tərəflərin nisbəti verilib. Sahələrin verilən kimi deyir uyğunluğu müəyyən edir. Uşaqlar, tərəflərin nisbətindən oxşarlıq əmsalını tapmaq olar. Oxşarlıq əmsalı əgər böyüyü kiçiyə bölsək 3-də 4-dür. 3-də 4. Və əgər bu 3-də 4-dürsə, sahələrin nisbəti oxşarlıq əmsalının kvadratıdır, perimetrlərin nisbəti ilə oxşarlıq əmsalının özüdür. Yəni, mən yeni sahəni tapmaq üçün bunu k kvadratına vurmalıyam. Bunu k-ya vurmalıyam. 36-nı 3-də 4-ün kvadratına vuranda eləyəcək, deməli, 9, böləcəm 9-a vuracam 4-ə, 64. 18-i 3-də 4-ə vuranda, deməli, A bunundur. 18-i 3-də 4-ə vuranda neçə eləyəcək? 6, 24. Y də bunundur. A da Y də bunundur. Aha. Keçdik. 27-ni 3-də 4-ün kvadratına vuranda, 9-da 16-ya vuranda, deməli, neçə eləyəcək? 48 eləyir də. Biz 9-a böldük 3, 48 eləyir. Yoxdur elə bir şey. 12-ni 3-də 4-ə vuranda 16 eləyir. D bəndi. 45-i 9-da 16-ya vuranda 9-a böldük 5, 16-ya 80. 80 buranındır. 15-i 3-də 5, 3-də deməli 5-ə 4-ə vuranda elədi 20. 20 yoxdur. Vəssalam. Deməli 1A-yə 2D 3B. Aydınsa davam edək. Görək burada söhbət nədən gedir. Aha. Su çəninin kənarları radiusu 1 metr olan yarım kürədir. Orta hissəsi isə hündürlüyü 6 olan
Silindirdir. Boş su çəni A kranı ilə 4 saata dolur, B kranı ilə də 6 saata boşaldır. Sənin həzmini tap, pini 3 götür. Uşaqlar, sənin həzmi 2 dənə yarım kürəmiz var. Onlar birləşəcək, bütöv kürə eləyəcək. Bu aydındır. Deməli, mən sənin həzmindən söhbət gedirsə, silindrin həzmi ilə kürənin həzmini toplamalıyım. Mən V yazmıyorum. V yerinə üzr istəyirəm. V. Arada biraz kelirik. Silindrin həzmi pi r kvadrat vur h-dır. Kürənin həzmi 3/4 pi r kubdur. Bu silindrində oturacağın radiusu elə kürənin radiusudur da 1'dir. Kürənin radiusu 1'dir. Olur 3 pi 3'dür. 3 vur 1'in kvadratı vur h6 üstə gəl. 3/4 vur 3 vur 1'in kubu. 3'lər gedir. 1'i eləyir 18, 1'i eləyir 4, 22. 22 kub metr. Bu çənin həzmi. 22 ton su tutur. 1 kub metr suya çevirəndə litrinə. Litri belə deyək 1 litr 1 kiloqram nəzərə alsaq 22 kub metr 22 tondur əgər həcmlə istəsəydi. Kilo ilə istəsəydi. A kranı çənin yarısını su ilə doldurdu. A kranı yarısını su ilə doldurduqdan sonra B kranı işə salınarsa çən neçə saata dolar? Tələbə də deyir ki, aha A kranı hovuzu 4 saata doldurursa 2 saat keçib. 2 saat keçib. Və işin tən yarısı qalıb. İşin yarısı qalıb. A kranı hovuzu 4 saata doldurursa 1 saata doldurur 4'ten birini. B kranı 6 saata boşaldırsa 1 saata boşaldır 6'dan birini. Biri doldurur, biri boşaldır. Deyir, nə qədər vaxt keçməlidir ki, qalan yarısı da dolsun. Qalan yarısı da bizdə uşaqlar hovuzun 2'dən biridir. Bu 2 saata heç bir aidiyyatı yoxdur ha. Yarısını doldurublarsa yarısı qalıb. 2'də 1. Orta məxrəc 12'dir. Bu 3'ə, bu 2'yə 12'də 1 x bərabərdir 2'də 1. X də bərabərdir 2'də 1'i bölürük 12'də 1 eləyir 6. Vəssalam. Ümid eləyək ki, aydındır. Çən neçə saata dolar? 6. Burada biraz təhlükəli sual var. Yəni 8 də götürmüyorlar cavabı. Nə baxımdan? Ki 2 saatda A kranı əvvəlcədən işləyib. Amma doldurduqdan sonra sözü işlətdiyinə görə biz sonradan 6 saatda keçməlidir. Yəni ümumi 8 Ama saat cevabı 8 götürür. nə götürüb? 8 Amma 6 götürməlidir. Çünki burada nə sözü var? sonra dedim. A kranı doldurduqdan sonra çən neçə saata dolar? Düzdürmü? Bəli. Ona görə də cavab 6 götürülməlidir. İndi test tərtibçiləri də yoxlayır, öz yazısın başa düşmür, ya Azərbaycan dilini başa düşmür. Yenə deyirəm, 8 də götürülə bilərdi cavab. Ancaq yəni bir mənalı olaraq sonra sözü var deyənə. Nerede uşaqlar? Yoxsa yox? Uşaqlar, səsim gəlirmi? İndi gəlir. İndi gəlir müəllim. Yəni, aha. Aha. Deməli belə çıxdı ki, dedim ki, yəni sonra sözü var deyənə burada nə olmalıydı? 6 olmalıydı. A və B kranları eyni zamanda işləyəndə 1 saata çənin suyun həcmi nə qədər artar? 1 saat işləsələr uşaqlar, biri 4'də 1'ini dedik ki, doldurur. Biri 6'da 1'ini boşaldır. Bu eləyir 12'də 1'i. Yəni 1 saata bunlar suyun 12'dən 1'ini artırılır. Ümumi həzmi də deyəsən 22 tapdıq bayaqları. 22'ni də vururuq 12'də 1'ə. Olur 11 böl 6'sı artacaq. 11 böl 6 qədər artar. Vəssalam. İndi buyurun uşaqlar, biz dayandıraq. Neçə düzümüz var, neçə səhvimiz var, kimdə nə problem var desin.